Salam əziz izləyicilər. Bugün istərdim sizin nəzərinizə çatdırım. Kombi seçərkən hansı gücdə kombi seçmək lazımdır? Ona görə lazımdır bilmək mənzilin tələbatını, neçə kilovatlıq tələbatı var. Hal-hazırda elə gəldi, gəlmədi 24'lük qoyurlar. Bunun özü müəyyən problemlər yaradır. Rusların taktavaniya dediyi bir rejim var. Qoşulur, yarım dəqiqə işləyir, sönür, təzədən qoşulur. Bu taktavaniyada bu effekt vermir. Suyu çox tez qızdırır, çünki kombi çox güclüdür. Əgər güclüdürsə, suyu çox tez qızdırır, çatır, tutaq ki 55 dərəcə qoymuşuq, çatır 55 dərəcəyə və sönür. Amma o 55 dərəcə artıq suyun temperaturudur, metalın yox. Və bu qabırğalar suyun temperaturunu tədricən qəbul edib qızırlar. Və nəticədə bu bir dəqiqə ərzində, yarım dəqiqə ərzində imkan tapıb metal qıza bilmir. İsti su fırlanır. O isti suda qazan sönəndən sonra düşür hardasa 30-35 dərəcəyə, 30-35 dərəcə ilə fırlanır. Bu gözləmə fasilə rejimində bir qədər pompa işləyir, axı dayanmır. Alov sönür, pompa işləyir, o suyu fırladır, ilıq suyu fırladır da, ona görə metal da qıza bilmir. Və bundan da şikayət eləyirlər, radiator qızmır, nə bilim nə. Və o taktavaniya dediyi Rusların o rejimdə, indi biz ona yeri yüyür deyək. Yüyürür, dayanır, yüyürür, dayanır. Halbuki o yavaş-yavaş yeriyib getməli idi ki, zaman olsun, dəmir qıza bilsin, o radiatorlar qıza bilsin, suyun istiliyini özünə qəbul eləyə bilsin. Bu zaman olmayanda təbii ki, radiatorlar da yaxşı qızmır və bunun səbəbini də çoxları bilmir. Təbiidir də, mütəxəssis deyil ki, hər kəs. Ona görə, əgər kombi almaq istəyirsinizsə, radiatorların neçəsini alım, necə düzüm, bunu bilmək üçün mən sizin üçün burada bir dənə kommentdə bir hesabat qoyuram. Hesabat kvadrat metrinə görə, mənzilin sahəsinə görə necə seçmək lazımdır? Bax, onu hesablamaq üçün bir dənə nümunə qoyuram, hesabat nümunəsi. Onu kommentdə aşağıda baxıb öyrənəcəksiniz. Sağ olun, sağlıqla qalın. Hələlik.